Xoş gördük əziz dinləyicilər. Bu arada Ukrayna yenidən Rusiyanın böyük bir silah anbarını məhv eləyib və bununla bərabər həm də Bloombergdə yayılan bir məlumat, çox maraqlı bir məlumat yayılıb və bu məlumatda bu formada izah edilir ki, Putin artıq sülhə getməkdə müəyyən mənada maraqlı göstərir. Çünki Ukrayna-Rusiya müharibəsi artıq Putinin, yəni Rusiyanın büdcəsində məhz bu müharibə büdcəsi böyük surətdə büdcəni daraldır və böyük bir inflyasiya yaradır. Bununla bərabər həm də 15-17 milyard dollar yenidən defitsitin yaranması məsələsi artıq müzakirədədir və bu mənada biz hətta Rusiyanın da tükəndiyini həqiqətən hiss edirik. Hətta Ukraynanın da sülhə getmək istədiyini. Yəni hər iki tərəf artıq mən düşünürəm ki, əldən düşən bir səviyyəyə gəlib çatıb və ikinci bir məsələ bilirsiniz, Trump'ın Hindistana 25%'lik bir rüsum tətbiq etmişdi ki, Rusiya ilə etdiyi ticarətə görə, ucuz neft almasına görə artıq nəhayət Hindistanla Trump arasında da bir razılıq əldə edildi. Bu razılıq nəticəsində Trump 25%-dən 18%-ə saldı rüsumlarını və artıq Hindistanın öz neft tələbatını Amerika və yaxud da Venezuela üzərindən həyata keçirilməsi də razılığa alındı. Yəni nəyin bahasına olursa olsun bütün bu proseslər Rusiyanın xeyrinə deyil, Rusiyanın əleyhinədir və Rusiyanı qlobal dünyada, bu günləri dünyanın güc müstəvisində həqiqətən daralmış bir vəziyyətə salır ki, hər gündə əldən salmaqla, hər gündə mövqe itirməyə gətirib çıxardır ki, bugün artıq Rusiya iqtisadiyyatı həqiqətən ağır bir vəziyyətə düşür ki, və bunun geriyə dönmə imkanları sıfıra bərabərdir. Təşəkkürüm diqqətinizə görə.